Güvən danışılaraq əldə edilmir, davranışlarla qazanılır. İnsanın güvəni bir dəfə sarsıldısa, 1000 dəfə özünü izah etsən, yenidən qazana bilmərsən. İnsan olmaq sadəcə nəfəs almaq demək deyil. İnsan olmaq bir-birinin yükünü yüngülləşdirməkdir. Yanında danışılan bir sirri bir başqasına deməməkdir. Burada sən keyfiyyətli insan, yoxsa biraz kobud deyəcəm, keyfiyyətsiz insan olursan. Bu ixtisasla bağlı deyil, bu peşə ilə bağlı deyil. Bu uşaqlıqdan sənin xarakterindir. Əgər fərq etmir kişi və yaxud da qadın, əgər yanında bir kəs sir veribsə, sən onu özündə də saxlamalısan. Hətta küsüllük olan zaman belə, inciklik olan zaman belə. Nəinki bir-birinizdən inciyib, küsüb, bilirsən, bu əslində beləymiş. Və insanlar hal-hazırda psixoloqa getməyə qorxurlar. Bunun tək səbəbi güvənməməkdir. Danışılan sözün bir başqasına danışılmasından qorxmaqdır. Bunun tək çarəsi insanın özünü tərbiyə etməsidir. Fərqi yoxdur, sən ustasan, fərqi yoxdur, sən müəllimsən, tələbəsən, bacısan, qardaşsan, dostsan, sirdaşsan. Əsas odur ki, bir-birinizin yanında deyilən sözləri özünüzdə saxlamaqdır. Bu ən böyük qazancdır. Xarakterin keyfiyyətidir. İnsan olmaq bəzən susmaqdır. Hər bildiyini danışmamaqdır. Sənə aid olmayan hekayələri yaymamaqdır. Çünki unutmayaq, bugün sən başqasının sirrini danışırsan, sabah sənin hekayən danışılacaq.